Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Dinlər Sülh Uğrunda Təşkilatının 2026-cı il Ümumdünya Şurasının 23-26 iyun tarixlərində keçirilən illik toplantısında iştirak etmək üçün Mavriq Respublikasında səfərdədir. Şeyxülislam Allahşükür Paşazadə 2025-ci ildə Dinlər Sülh Uğrunda Təşkilatının Ümumdünya Şurasının həm prezidenti seçilib və baş katibi Francis Kuriyanın dəvəti ilə bu ilki toplantıda məhz bu statusda iştirak edir. 23 iyunda Dinlər Sülh Uğrunda Təşkilatının Ümumdünya Şurasının açılış mərasimi öncəsi Mavriq prezidenti Daranber Qoxul cənabları Ümumdünya Şurasının bir sıra nüfuzlu rəhbər şəxsləri ilə görüşüb. Şeyxülislam Allahşükür Paşazadə ilə məxsusi görüş zamanı səmimi dialoq baş tutub. Bu yaxınlarda WUF 13 Ümumdünya Şəhər Salma Forumunun 13-cü sessiyası çərçivəsində Mavriq prezidentinin Azərbaycana səfərini xatırladan Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan prezidentinin salamlarını Daranber Qoxul cənabları çatdırıb. Mavriq prezidenti Şeyxülislama bildirib ki, sizin gözəl, qonaqpərvər ölkəniz və müdrik prezidentiniz var və səmimi salamlarını Azərbaycan prezidenti İlham Əliyev cənablarına yetirməyi Şeyxülislamdan xahiş edib. Mavriq Respublikasının prezidenti cənab Daranber Qoxul Azərbaycanda səfərdə olarkən dini məbədi Bibiheybət məscid kompleksini ziyarət etdiyini xüsusi vurğulayıb. Söhbət səmimi şəraitdə davam edib. Mavriq prezidentinin iştirakı ilə Dinlər Sülh Uğrunda Təşkilatının Ümumdünya Şurası öz işinə müxtəlif din xadimlərinin duaları ilə başlayıb. Şuranın bu ilki toplantısının mövzusu müştərək mübarək tərəqqiyə doğru yollarının qurulmasıdır. Şeyxülislam Allahşükür Paşazadə mötəbər toplantının süni intellekt, insan hüquqları, ləyaqəti və süni intellektin çoxdinli perspektivləri xüsusi sessiyasında çıxış edəcəkdir. Dinlər Sülh Uğrunda Təşkilatı yarım əsrdən artıq tarixə malik dünyanın ən böyük və geniş şaxəli beynəlxalq dinlərarası sülh məramlı qurumudur.